Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün marketlərdən alıb sevərək yediyiniz ağ kələm turşusu, yəni türk usullu ağ kələm turşusu hazırlayacağım. Sizlər də belə gözəl, belə ləzzətli, görüntüsünü də görürsünüz nə qədər ləzzətlidir. Şorba hazırlamaq istəyirsinizsə videomu sona qədər izləyin. Əvvəlcə kələm götürürük. Kələm məndə balacadır, yəni kiçik ölçüdədir. Sizdə böyükdürsə daha bir neçə parçaya ayıra bilərsiniz. Mən kiçik olduğu üçün 4 hissəyə böldüm. Yəni bu turşuda çox da ərzaqları kiçik formada doğramaq lazım deyil. Daha sonra soyduğum kökü doğradım. Sonra yəni bolqar biberindən, yaşıl bolqar biberi, sizdə əgər qırmızı rəngdə varsa onu da əlavə edə bilərsiniz. Məndə yaşıl rəngdədir. Sonra dolmalıq biberi doğradım. Daha sonra xiyarı da daha gözəl görünməsi üçün belə dilikli doğrayanla doğrayıram ki, bankanın içərisinə daha da gözəl görünsün. Bu da acı bibərdir, qırmızı bibər. Yəni turşumuzun rəngarəng görünməsi üçün hər rəng tərəvəzlərdən istifadə etsəniz daha gözəl olar. Bu da qırmızı acı bibərdir, onu da doğradım. İçərisini mütləq təmizləyin ki, tumları qoyduğunuz şorbanın içərisində gözəl görünmür tumu ilə qoyanda. Ona görə də mütləq tumlarını çıxartmaq lazımdır. Sarımsağı da biraz kiçik formada doğradım ki, həm qoxusu çıxsın, həm də belə daha gözəl görünür. Göy pomidor da bərk olduğu üçün onu da belə doğrayan, yəni dilikli doğrayanla doğrayıram ki, turşumuzun içərisində daha gözəl görünsün. Tərəvəzləri qaynatmaq üçün odun üzərinə böyük qazan qoyuram. Qazanın içərisinə soyuq su əlavə edirəm. Su qaynayan kimi, yəni su qaynara düşüb qaynayan kimi əvvəlcə kələmləri qaynayan suyun içərisinə tökürəm. Bir neçə dəfə bu şəkildə, yəni 5 dəqiqə ərzində bu şəkildə tez-tez qarışdıraraq çevirirəm. Kənarda da böyük bir qazan götürürəm, içərisinə soyuq su əlavə edirəm. Qaynatdığım, yəni isti suya saldığım kələmləri qaynar sudan çıxardan kimi bu soyuq suyun içərisinə tökürəm. Mütləq tərəvəzləri qaynar sudan çıxardan kimi soyuq suya əlavə etmək lazımdır ki, kələm, kök, bütün tərəvəzlər, yəni istidən yumşalmasın. Bu qayda ilə bütün tərəvəzləri, əvvəlcə kökü, daha sonra belə dolmalıq bibəri, ondan sonra bolqar bibərini, sarımsağı, kökü, bayaq doğradığım bütün tərəvəzləri eyni qaydada qaynar suya salıram. 5 dəqiqə belə qaşıqla qarışdırıram. Mütləq qarışdırmaq lazımdır ki, bütün tərəvəzlər eyni qaydada isti dəyib yumşalsın. İsti sudan çıxartdığım tərəvəzləri də həmin dəqiqə o hazırladığım soyuq suyun üzərinə tökürəm. Çünki belə etməliyik ki, bizim turşumuzun o xırt-xırtlığı özündə qalsın. Yəni tərəvəzlər istidən yumşalıb xarab olmasın. Artıq bütün tərəvəzləri bu suda, yəni qaynayan suda bu şəkildə tökdükdən sonra qarışdırıram və buradan da çıxardıb eyni qayda ilə soyuq su olan qazan, tərəvəzli qazanın, yəni tərəvəzlərin üzərinə əlavə edirəm. Sarımsağı da eyni qaydada eləyirəm. Çünki bütün tərəvəzləri bir dəfə qaynar suya salıb, yəni qaynar suda saxlayıb, daha sonra tərəvəzlərin üzərinə əlavə edirəm ki, belə etdikdə bir başqa ləzzətli olur. Yəni istəmədim heç bir tərəvəz kənarda qalıb, yəni isti suya salınmadan turşumuzun içərisinə qoyum. Sonda dəfnə yarpağını da, biraz da bir ovuc da dəfnə yarpağını tökürəm qazanın içərisinə. Onu da biraz qarışdırdıkdan sonra
çıxardıb tökürəm kələmin, yəni tərəvəzləri tökdüyüm soyuq suyun bu qazanın içərisinə. Tərəvəzlər bu suda soyuyana qədər indi isə turşumuza lazım olan suyu hazırlayırıq. Qazanı odun üzərinə qoyuram. Əvvəlcə su əlavə edirəm. Suyu tökdükdən sonra üzərinə üzüm sirkəsi əlavə edirəm. Çalışın ki, turşularda alma sirkəsi deyil, üzüm sirkəsi istifadə edin. Çünki turşular üzüm sirkəsi ilə qoyulanda daha gözəl, daha ləzzətli olur. Üzərinə şəkər tozu və duz da əlavə edib qarışdırıb qoyuram ki, turşunun suyu qaynasın. Soyuq suyun içərisində saxladığım tərəvəzləri aş-süzənin içərisinə çıxarıb yığıram. Belə edirəm ki, turşunun içərisində, yəni soyuq suya saldığım bu tərəvəzlərin içərisində su qalmasın. Qazanda olan soyuq suyu da tökürəm gedir. Yenidən suyu süzmüş tərəvəzləri bu böyük qazanın içərisinə tökürəm. Və yaxşı qarışdırıram ki, bütün tərəvəzlər biri-birinə qarışsın. Yuduğum bankaları, yəni tərəvəzləri yerləşdirəcəyim bankaları da yuyub təmizləyirəm. Daha sonra bu tərəvəzlərdən bankanın içərisinə çox da bərk doldurmaq lazım deyil. Sadəcə olaraq üzərindən ehmalca basmaq lazımdır. Banka dolana qədər doldurmaq lazımdır. Bankanın içərisini bərk basaraq çox da doldurmayın. Çünki sirkəli suyu tökdükdən sonra turşu yetişənə qədər biraz kələmdə də bilirsiniz ki, qaz olur. Ona görə də içəridə reaksiya getdikcə biraz havası çıxdıqca, yəni qıcqırıb daşmaması üçün lap da bərk doldurmayın. Artıq tərəvəzləri bu şəkildə bankaya yığmışam, hazırdır. Bu arada suyumuz da qaynayır, su qaynamalıdır. Yəni su qaynayıb hazırdır, turşu üçün hazırladığım sudur, sirkəli, duzlu, şəkərli su. Həmin sudan götürüb bankaların üzərinə tökürəm. Bankalar dolana qədər bu suyla doldururam. Bankaları su ilə doldurduqdan sonra içərisinə qara balaca dənə istiotdan da tökürəm. Bayaq gərək yarımçıq dolduranda tökəydim, yadımdan çıxmışdı. Ancaq gec deyil, yəni üzərinə belə qara dənə istiot da əlavə edirəm. Bu turşuları rezbalı bankalarda qoymaq daha sərfəlidir. Çünki açıb qazını da çıxartmaq daha asan olur. Ancaq məndə rezbalı qapaq deyil, bir ikisinin qapağını belə maşınla bağladım, qalanını isə rezin qapaqla bağlayıb götürdüm. Rezin qapaqla bağlamaq daha sərfəlidir, çünki onda turşunun içərisində olan qazı çıxartmaq daha asandır. Üzüm sirkəsini istifadə edəndə belə bir rezin qapaqlar çıxır, onları heç vaxt atmayın. Mən onları yığıb saxlayıram və belə turşularda istifadə edirəm. Onu bankanın içərisinə qoyduqda sirkəli su bankanın üzərinə çıxır və turşularınız xarab olmur. Bu da sonda həm görüntüsü, həm ləzzəti çox-çox gözəl olan ağ kələm turşusu hazır oldu. Bir onu deyə bilərəm ki, çox ləzzətli turşudur. Siz də hazırlayın. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb öz gözəl yorumlarınızı bildirməyi də unutmayın.